Birinci sən məhsulu tanımalısan, bilməlisən. Həqiqətən də araşdırıb görməlisən ki, bəli, bu üst segment qiymət məhsullarının qiymətinə baxanda mənim məhsulum əladır. Sən satıcı olaraq o üst segment satdığınız məhsulu rəqib şirkətin alt segmentinə heç vaxt müqayisə edə bilməzsiniz. Bu çox önəmlidir. Kateqoriya, segment bunlar araşdırılır və müqayisə olunur. Mənim bu kateqoriyada ən üst segment məhsulum budur. Adətən şirkətlər hələ istehsal edirlər. 2 segment olur, 3 segment olur. Ucuz bazara xitab eləyə bilməyimiz üçün aşağı kateqoriyalı məhsullar keyfiyyətli, daha aşağı və yaxud orta və ən üst. Amma burada satçı, müştəri deyəndə etiraz eləyəndə ki, o sizin məhsul bahadır. Hansı məhsul? İndi gələcək təbii ki ora. Sən mənim ən yaxşı bir məhsulumu, ümumiyyətlə ən keyfiyyətli bir məhsulu rəqib şirkətin ən keyfiyyətli məhsuluna müqayisə edirsən. Yəni bu real deyil ki, necə Ladana Mercedesi müqayisə edirsən. Yəni bu qəbul olunan bir şey deyil. Mən onu 10 qiymətinə sata bilmərəm, satmaq məcburiyyətində deyiləm. Sən o problemi öz rəhbərliyinə də getirsən. Rəhbərlik də araşdıranda, fabrikaya kimi məsələ çıxanda adam deyəcək, bunun tərkibin o bir deyil axı. Bir parfüm də adam bir dəfə vurur, bir saatdan sonra ətri yox olub gedir. O birisi ki, 2 həftə, 1 ay adamın üzərindən getmirsə, eyni eləyə bilərsə bunu.